Olsun değerli izleyicilerimiz, hoş gördük sizleri. Məşdağada tam yolun kənarında 3 sot torpaq sahəsi üzərində belə bir gözəl modern tipli həyət evimiz. Vallahi kesin malına mülkünə hərəkət versin və istədiyi mülkə sahib olsun inşallah. Bir zal, 3 yataq, bir mətbəx, bir sanjeldən ibarətdir. İstipol, istipol. Mətbəx mebeli hədiyyə, hamam aksesuarları hədiyyə. Qiyməti 148.000 manatdır. İnşallah indi həyətin təqdimatını edək və sonra keçiriləcək evin içərisinin təqdimatına. Evin ön hissəsini təqdim edirik sizlərə. İşıqlandırması var. Qabağında açıq teras, mətbəxə giriş və çıxış. Sol hissəsinə rahat bir şəkildə keçid etmək olur və keçidi var. Fikir verin. Sonra buradan giriş hissəsinə və zəhmət olmasa divarda işıqlandırmasına qədər var və jalüz qapı Putina idarə olunur. Həm balaca, həm böyük. Həyətdə sanjelləri var. Sanjel hissəsini təqdim edək sizlərə. Qiymət 148.000 manatdır. Burada sanjel üçün yedim. Kim istəsə ekranlıqla da edə bilər. Və burada sanjel təqdim edək sizlərə. Tam hazır bir vəziyyətdə aksesuarlar qoyulur. Sonra buradan hissəsini verin. İnşallah izləyicilərimiz izləsinlər. Yerdən də gördüyünüz kimi en azından 7-8 daş kürsüdür. Zəhmət olmasa giriş hissəsini verir buradan. Və buranı təqdim etmişdik sizlərə. Fikir verin. Geniş bir teras və qeyd etmiş mətbəxə giriş və mətbəxə çıxış. Və keçəcək evin içərisinin təqdimatını inşallah. Ev geniş koridordur və istipoldan ibarətdir. Giriş hissəsində işıqlandırmasına qədər var. Sağ, sol və mərkəzi hissədə işıqlandırma. Qeyd etdiyimiz kimi də sənəd paket qupşadır və keçid edilir inşallah zal hissəsinin təqdimatını, zal hissəsini təqdim edilir sizlərə. Kombin xətlərinə qərar qoyulur və hər evin aboyu ayrı-ayrılıqdadır. Zəhmət olmasa digər otaqları təqdim edək. Burada bir yataq otağımız var, bunu təqdim edək zəhmət olmasa. Burada da bir yataq otağımız var. 3 yataq otağıdır, bir zaldır. Yəni görülən işin keyfiyyətinin yəni söhbət olması. Kim yəni istəsə ustasını getirsin. Bax, keç bana tam şəkildə təqdim edəcək. Otaqlar normal bir, yəni qısa bir, balaca bir. Gəl mətbəx hissəsini təqdim edirik zəhmət olmasa. Və mətbəx hissəsini təqdim edirik sizlərə. Fikrin dəyərli izləyicilərimiz. Mətbəxi tam hazır bir vəziyyətdədir. Mətbəx mebeli,